Bugün bizim aprel qrupumuzda ilk dərsimizdir. Hansı ki, dərs haqqında keçən dərs məlumat verdim. Yeni qoşulan müəllimlər haqqında kiçik bir izah verəcəm. Ən əsası bunu vurğulayım ki, dərs prosesində sual cavabınızda elə də iştirak etmək önəmli deyil. Əsas odur ki, dərsi öyrənəsiniz, dərk edəsiniz və bilmədiyiniz sualları mənə ünvanlayasınız. Yəni, bildiyinizi isti-isti soruşmalısınız. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sonra yığılıb qalsa, hansı ki, bildiyiniz, bilmədiyiniz kiçik bir nöqsan bütün testlərdə sizin səhv etməyinizə gətirib çıxarda bilər. Və demişdim, dərslər hazır göndərilir, daha vaxt itkisi olmur dərs prosesində, dərsi qəşəng öyrənirsiniz. Dərs zamanı, dərsə qoşulanda bir növ öyrəndiyiniz bütün dərsləri mən sizdən yəni təhvil götürürəm, hansı ki, yenə də vurğuladığım kimi, sual-cavab önəmli deyil, çox müəllim deyir ki, mən dinləməyi sevirəm, dinləyərək öyrənirəm, hər kəsə hörmətlə yanaşıram. Yəni, səsi açmaya da bilərsiniz. Dərs prosesində bir müəllimə digər müəllimənin sözünü kəsməsin, hər kəs öz sırasını, öz vaxtını gözləsin, hər kəs bir-birinə hörmət eləsin. Ən mənim əsaslı məsələlərimdən biri budur. Yəni, mən kimisə bilə-bilə səsini bağlayayım, kimisə qrupdan çıxartmaq məcburiyyətində məni qoymayın. Yəni, bura müəllimlər deyə bilər ki, ödəniş etmişəm, qoşulmuşam, amma inanın, dərsi pozan müəlliməni mən neçə dənə müəllim olub ki, çıxartmışam qrupdan. Yəni, dərsin bir növü qaydasını pozmayaq. Yaxşı öyrənmək üçün bir növü xaos olmamalıdır o dərsdə, elə qarma-qarışıqlıq olmasın. Və eyni zamanda sizə sual verdikcə sualın cavabını da özüm izah eləyəcəm. Eyni zamanda bunu da vurğulayım sizə. Bu dərs artıq əvvəlki dərslərimə nisbətən fərqlənəcək. Axşam da özünüz eşitdiniz ki, imtahan ani bir vaxtda baş tuta bilər, hansı ki 2026-da olacağı deyilirdi və 2026-nın artıq biz ikinci yarımiliyinə doğru addımlayırıq. Bu o deməkdir ki, artıq qarşımızda növbəti aylarda məktəblər bağlanandan sonra imtahanlar gözlənilir. Eyni zamanda MİQ də, sertifikasiyada. Ona görə də yəni vaxt itirməyə ehtiyac yoxdur və keçdiyimiz mövzuları bir dəfə də üstündən keçərəm deyib axsatmaq olmaz. Bir dəfə qoşulmaqla sıfırdan müəlliməm var ki, 2 aya getdi, 49 bal topladı. 2-ci aya sıfırdan. 2-ci aya sizin qarşınızda aylar çoxdur. Siz təkrarınızı da edəcəksiniz, dərindən də öyrənəcəksiniz və keçmədiyimiz mövzuda qalmayacaq. Bir də ki, hansısa müəllimə deməsin ki, mən başa düşmürəm, mən öyrənə bilmirəm. Müəllimənin artıq özünün problemidir o. Hansısa müəllimə hər dərsə qoşulsa, verdiyim bütün dərsləri öyrənsə, onun öyrənməmək kimi imkanı yoxdur. Elə mənim müəlliməm var ki, özünü çox zəif hiss eləyirdi də, yəni üzdən oxumaqda belə çətinlik çəkirdi, ad çəkmirəm. O qədər zəif idi ki, mən özüm ondan şübhələnirdim. Keçən ilin martından bu günə qədər qoşuldu və bu gün mən onun nəticəsini özüm görüb, yəni dəhşətə gəlirəm ki, yəni bu müəlliməm belə irəli gedirsə, niyə də ki, cavan kadrlar, niyə də ki, savadlı müəllimələr ön plana keçməsin? Yəni, öyrənmək üçün heç vaxt gec deyil. Göndərdiyim dərsi bugündən sabaha saxlamayın. Baxın, deyirəm sizə, qaydalara əməl etməsəz, geri qalacaqsınız, sonra da deməyin ki, mən niyə kəsildim? Həmişə də yuxarı baldan yapışın. Əvvəlki müəllimlərimə də demişəm, 60-ı odaqlayın, fokuslayın ki, mən 60 toplayacağam. Eybi yoxdur, 60-ı toplamaq istə, amma gəlib ən azı 50-yə düşəsən, ən azı 45-ə düşəsən. Sən elə keçidi keçəcəm, keçidi keçin bəs eləyir desən, sən gəlib 10 bal yığacaqsan. Ona görə də dediyim kimi, verdiyim dərslər, Telegramda işlətdiyim quizlər, atdığım test işləmə texnikalar, bunları vaxtında yerinə yetirin, görün siz zəif olursunuz ya yox. Onda gəlin deyin ki, ay müəllimə, mən zəifəm və yenə də deyirəm, biz bir çərçivəni yox, biz 4 dənə çərçivəni keçirik. Heç kim 4 çərçivə keçmir. Və eyni zamanda Artinin yeni paylaşdığı mənbələri də əlavə eləmir. Yəni, mən bacardığım qədər sırf Art tərəfindən nə lazımdırsa sizə ötürürəm. Nəticələr də göz önündədir, müəllimlər də göz önündədir, işlədikləri yer də, şəkilləri də. Dediyim kimi, göndərdiyim dərsi hazır göndərirəm ki, dərs prosesində mən dərs izah eləsəm, sizin nə sual cavaba, nə bildiklərinizi soruşmağa, nə də testdə vaxtınız olmayacaq. Ona görə də dərsləri əvvəl göndərirəm ki, müəyyən baza sizdə formalaşsın, həm də dərs anına elə ola bilər ki, müəllimi olur ki, qoşula bilmir. Ona görə də dərsi əvvəlcədən göndərin, boş vaxtı olanda otursun, dinləsin. Dərsdən sonra da dərsin də qaydını atıram ki, rahatlıqla onu dinləyə biləsiniz. Yəni, elə müəllimi olur ki, ay müəllimə, mən iştirak edə bilmirəm, xəstəsi, uşağı olanlar var, acil vəziyyət yaranır. Amma test işləmə texnikalarının kaydı göndərilmir. Testdə hər kəs əziyyət çəksin, dərsə qoşulsun. Niyə? Çünki keçən il bir neçə dərs göndərdim, gördüm ki, müəllimlər artıq məsuliyyətsiz yanaşırlar. Aliyə Növfəlova. Açın səsi, hər hansı bir-iki sual verib dərsi əhatəli şəkildə öyrənəcəyik. Nə də çox yorulmayacaqsınız ki, öyrənməyə də motivasiyanız qalsın. Lalə müəllimə, siz mənə vurğulayın görüm. Məktəbə qədər təhsil nə idi? Məktəbə qədər təhsil ümumiyyətlə konstitusiyamızın neçənci maddəsində əhatə olunmuşdur? Təhsil ilə təlim uşağa nə verir? Aradakı fərq nədir? Hər kəs dinləsin. Dərsi öyrənməyəndə burada dərsi dinləsin, öyrənəcək. Buyurun.
Həm məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edir. Onlarda ilkin bilik, bacarıq vərdişləri mənimsəyirlər və həmin mənimsənilən bilik, bacarıq vərdişlər prosesidir məktəbəqədər təhsil. Məktəbəqədər təhsil Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin 94-cü maddəsinin 1-ci sırasının 1-ci bəndində qeyd olunmuşdur. Məktəbəqədər təhsil zamanı uşaqlar bilik və bacarıqları mənimsəyirlər. Məktəbəqədər təlim isə təhsildən fərqlənir. Uşaqlar qazandıqları bilik, bacarıq vərdişləri təlim prosesində tətbiq etmə bacarığı artıq uşaqlarda formalaşır. Məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. 5 yaşlı uşaqlar üçün zəruridir. Məktəbəqədər təhsil müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Məktəbəqədər təhsil təşkil olunmayan yerlərdə isə ailə tipli, icma əsaslı, qısaldılmış gün rejimi əsasında qısa müddətli təlim qrupları yaradıla bilər və bütün bu təlim qrupları da həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Daha sonra məktəbə hazırlıq zamanı uşaqların fiziki, mənəvi Aha. keyfiyyətləri formalaşır, inkişaf edir. Belə müəllim. Müəllimə, bir də vurğulayın siz mənə görüm. Məktəbəqədər təhsil neçə yaşlı uşaqları əhatə edir? Hər kəs məni dinləsin. Neçə yaş idi? 1-6 yaşlı uşaqları əhatə edir. Ay sağ olun. 1-6 yaşlı uşaqlar. Ümumiyyətlə, məktəbəqədər təhsilin növləri də var. Sizə nizamnaməni də keçəcəm, oradan da göndərəcəm. Hamısını görəcəksiniz ki, tanış olmadığınız PDF-lər çox olacaq. Bəli, 1-6 yaşlı uşaqları əhatə edir və erkən məktəbəqədər dövr deyə bir anlayış var. Bir də var böyük məktəbəqədər. Hansı dövrdür bunlar? Erkən məktəbəqədər dövr 1-3 yaşlı uşaqları əhatə edir. Böyük məktəbəqədər isə 3-6 yaş. Aha, gələcəkdə müəllimlər alt standartları keçəndə görəcəksiniz ki, 1-3 yaşda o qədər sadə hərəkətlər verilir ki, uşaqlara. Yenə də deyirəm, alt standartı burada en qədər, yəni müəllimlərin əksəriyyəti bilmir alt standart nədir. Yəni bunu unutmayın ki, alt standart sizin əsaslı mövzularınızdan biridir və alt standartı bilməyən müəllim imtahanda çox zəif nəticə toplayacaq. Biz alt standart dərindən keçirik. Və bunu da vurğulayım sizə ki, yəni alt standartlarda 1-2, 2-3 yaş qrupunda o qədər sadə hərəkətlər verilir. Böyüklərin köməyi, böyüklərin nəzarəti olur əsasən. Sadə fəaliyyətlər daha çox yer alır. Amma 3-6 yaş artıq yavaş-yavaş uşağın bir addım, belə deyim, irəli atıldığı bir dövrdür də. Daha çox belə təlim fəaliyyəti 3-6 yaş dövrünü əhatə edir. Yəni erkən məktəbə qədər sizə desə ki, neçə yaşdır? Deyəcəksiniz 1-3 yaş. Bəs böyük məktəbə qədər deyəcəksiniz 3-6 yaş. Desək ki, bəs ümumiyyətlə məktəbə qədər dövr, yəni uşaq bağçaya hansı yaşdan gələ bilər? Deyəcəksiniz ki, 1 yaşdan 6 yaşa qədər məktəbə qədər dövrdür. Erkən məktəbə qədər oldu 1-3, böyük məktəbə qədər oldu 3-6. Bəs desək ki, məktəbə hazırlıq hansı yaş dövrüdür? Deyəcəksiniz ki, 5-6 yaş. Desək ki, hansı yaş dövrü uşaqlar üçün zəruridir? Deyəcəksiniz 5 yaş. Çünki 5 yaşında uşaq artıq məktəbə hazırlığa getməlidir. Məktəbə hazırlıq zəruridir. Aha. İndi isə müəllimə, dediyimiz kimi, hansı ki hansı ki kiçik qrup, ona körpələr evdə deyilir. 1-2 yaş nə adlanırdı? Ona əlavə olaraq informasiya kimi istədiyim zaten nizamnamədən keçəcəyik. 1-2 yaş olur, birinci kiçik qrup və yaxud da ki, birinci kiçik qrupdan əlavə körpələr evdə deyilir. Və ikincisi isə 2-3 yaş nə adlanırdı? İkinci kiçik qrup. 3-4 yaş orta qrup idi, 4-5 yaş böyük qrup idi, 5-6 yaş isə məktəbə hazırlıq idi. Bunları dəftərinizə qeyd edərsiniz, müsahibədə də düşür bu suallar. Bir də vurğulayın mənə. Məktəbə qədər dövrdə uşaqları sistemə vururlar da, bilirsiniz. Yəni valideynlər sistemə köçürürlər, ona əsasən uşaqlar bağçaya qəbul olunur. Burada hansı uşaqlar ön plana çəkilir? Hansı uşaqlar daha çox qəbul olma ehtimalı yüksəkdir? Bu məktəbəqədər təhsilin təşkili qaydalarına aiddir. Burada müəllim əsasən ilk növbədə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının övladları, əlillərin, tək işləyən valideynlərin, valideyni birinci, ikinci qrup əlil olan uşaqlar, valideyni hərbi xidmətdə olan, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrin uşaqları, yəni Baxın müəllimlər, mən sizə göndərmişəm demokratik müəllim, liberal müəllim, bir də avtokratik müəllim haqqında ümumi olaraq. Və bildirirəm ki, aha,
Demokratik müəllim kimdir? Ümumiyyətlə demokratik müəllim, liberal müəllim də var, avtokratik. Eyni zamanda da avtoritar üslubda deyilir. Müəllim qeyd olunur burada sözsüz ki. Və bunlar arasındakı fərq nədir? İndi bunların hər biri situasiya olaraq qarşınıza çıxacaq. Və hansı düzgündür, hansı uşaq önümlü təhsil əhatə edir, hansı müəllim önümlüdür? Müəllim önümlü ilə uşaq önümlü arasındakı əsaslı fərq nədir? Onları bilmiş olacaqsınız. Baxaq müəllimlər, birinci. İndi bunlara aid nümunələr verəcəm mən sizə. Dərsdə diqqətli şəkildə dinləyin. Hər birinizə nümunəvi situasiyalar verəcəm. Artıq onda görüm ayıra biləcəksiniz yoxsa yox. Baxın, deyir ki, görürsüz, demokratik müəllim qarşısında yazılıbdır ki, şagirdlərin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Dərsin gedişatına, yəni demokratik müəllim deyir, şagirdlərin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Hamını diqqət mərkəzində saxlayır, yəni. Sonra, dərsin gedişatında şagirdlərin fəallığının təmin edilməsi üçün şərait yaradır. Yəni, əlindən gələni edir ki, bütün şagirdlər dərsdə fəal iştirak etsin. Və bildirir ki, şagirdlərin müxtəlifliyini qəbul edir. Bəli, hər bir uşağın müxtəlif olduğunu, yəni onlara diferensial, fərdi yanaşan hansıdır dedikdə deyəcəksiniz ki, demokratik. Uşaq önümlü hansıdır desə deyəcəksiniz ki, demokratik. Bunları dəftərinizə qeyd edərsiniz. Və nə deyir orada? Hesab edir ki, uğur qazanmaq üçün şagirdlərlə birgə fəaliyyət göstərmək lazımdır. Yəni, uğur üçün birgə addımlamaq, əməkdaşlıq ön planda olmalıdır. Əməkdaşlığı dəstəkləyən hansı idi deyəcəksiniz? Demokratik. İnteraktiv təlim metodlarından istifadə edir. İnteraktiv nədir? İnteraktiv yenilikçi deməkdir. Dövrün tələblərini nəzərə alan, yeniliklər həyata keçirən, 21-ci əsr bacarıqlarını ön planda saxlayan müəllim demokratik müəllimdir. Yəni, metodları yeni təlim üsullarına aid olur. Yeni təlim üsullarından istifadə edir. Yeni təlim eyni zamanda kurikulumun əsaslı metodlarından istifadə edən müəllimdir. Səslərimizi bağlayaq. Və nə deyir orada? Dərsin keyfiyyətinin şagirdlərin bu prosesdə iştirakından asılı olduğunu bilir. Yəni deyir ki, demokratik müəllim dərs yaxşıdırsa, burada şagirdin əsaslı rolu var. Yəni dərs yaxşı deyilsə, demək ki, şagird zəifdir. Yəni nə qədər şagird aktiv olsa, nə qədər şagird öyrənməyə çalışsa, fəal olsa, dərs bir o qədər də maraqlı olacaq. Bir növü həm dinləmə, həm cavab vermə bacarığı möhkəmlənməlidir. Və bu müəllimin əsaslı xüsusiyyətləri bunlardır. Nə oldu? Ümumi nəzarəti həyata keçirdir, dərsin gedişatında fəallığı təmin edir, müxtəlifliyini qəbul edir uşaqların, şagirdlərlə birgə fəaliyyət göstərməyin vacibliyini bildirir, interaktiv yenilikçi təlim metodlarından istifadə edir və eyni zamanda dərsin deyir keyfiyyətinin şagirdlərin bu prosesdə iştirakından asılı olduğunu bilir. Və şagirdlər necə olur bu dərsdə? Fəal olurlar, dərsin gedişində iştirak edirlər. Yaradıcı olurlar, müəllim və sinif yoldaşlarının fikrini başa düşür, inkişaf etdirirlər. Müstəqil fikir söyləyə bilirlər, sualları rahat verirlər. Şagirdlər bilik xəzinəsini axtarıb tapmağa, mənimsəməyə, tətbiq etməyə meyil göstərir. Baxın, yenə də deyirəm, axtarmaq, araşdırmaq, mənimsəmək, tətbiq etmək, yaratmaq, yoldaşlarının fikirlərini başa düşmək, hörmətlə yanaşmaq, inkişaf etdirmək, fəal olmaq, dərs gedişatında əl qaldırmaq, cavab vermək, bunların hamısı hansında olur? Demokratik müəllimin sinifində olur. Yəni, demokratik müəllimin xüsusiyyətləri o idi, uşaqların da fəaliyyəti isə aşağıda yer alır və bunlar hansı prinsipimizə aiddir? Uşaq önümlülük prinsipimizə. Yəni, uşaq önümlü təhsilə hansı aiddir dedikdə deyəcəksiniz ki, demokratik müəllim özü və onun şagirdləri. İndi keçirik müəllimlər liberal müəllim. Baxaq, deyir şagirdlərin fəaliyyətinə, çalışmalarına çox məhdud nəzarət edir. Baxın, nə deyir? Çox məhdud nəzarət edir. Yəni, bir növü laqeyd müəllim dedikdə deyəcəksiniz liberal. Laqeyd, liberal. Görürsünüz, ikisinin də baş hərfi eynidir. Bir növü demokratiki də necə yadda saxlamaq olar? Düzgün müəllim. D-dır. Düzgün müəllim, demokratik, laqeyd müəllim, liberal. Bir də, baxaq. Şagirdlərin fəaliyyətinə, çalışmalarına çox məhdud nəzarət edir. Yəni, ona maraqlı deyil, bu uşaq oxuyur, oxumur, öyrənir, öyrənmir. Şagirdlərin mövzu ilə bağlı sərbəst fikirlərinə, əlavə məlumatlarına etinasız yanaşır. Yəni, onu düşünür ki, bu uşaq onsa səhvdir, maraqlı deyil, yəni düz dedi, bu uşaq inkişaf etmək istəyirmi, bu uşaq çalışırmı? Yəni, bugün oxumayan uşaqla da oxuyan uşaq arasındakı fərqi seçə bilmir də. Yəni, gəlim elə, ayın axırı gəlsin, maaşımı alım, keçim gedim. Yəni, maraqsız, vecsiz müəllim bir növü liberal sayılır.
Fikir müxtəlifliyini şübhə ilə qarşılayır. Şübhə ilə qarşılama hansıdır? Baxın, fikir müxtəlifliyinə hörmətlə qəbul edən ümumiyyətlə hansıdır? Deyəcəksiniz demokratik. Şübhə ilə yanaşan kimdir? Liberal. Hesab edir ki, şagirdlər çox şey bacarırlar, amma buna ciddi yanaşmır. Yəni bilir, onsuz da bilir ki, Emil yaxşı öyrənir, Emil birinci ola bilər, amma Emil üçün çalışmır. Yəni əlindən gələni etmir ki, mənim sinifim, ümumiyyətlə mənim qrupum fərq eləmir, harda olur olsun, yəni bu bütün müəllimlərə aid olan bir şeydir. Universitet, peşə, bağça fərq eləmir. Yəni bu ümumi bir sualdır. Kurikulumun əsas hissələrindən biridir. Yəni bir növ laqeyd olan, məhdud nəzarət edən, uşaqların fikirlərinə şübhə ilə yanaşan, müxtəlifliyə şübhə ilə yanaşan, etinasız yanaşan, eyni zamanda bilir ki, uşaq çox bacar, amma yenə də laqeyd yanaşan, vaxtı bir növ gəlib lazımlı-lazımsız söhbətlərlə keçirən müəllim liberal müəllim adlanır. Və onun qrupundakı uşaqlar necə olur? Baxın, öz maraqları çərçivəsində dərsə maraq göstərirlər. Tələbat olduqda fəallaşırlar və hazırlaşırlar. Nə deməkdir bu? Diqqətli olun. Yəni, Aydə müəllimə, gedir ki, bəli, buyurun. müəllimə, bir dəqiqə üzr istəyirəm, mesaja baxardınız da zəhmət olmasa tez. Hə, yaxşı. 2 dəqiqə müəllimlər zəhmət olmasa, 2 dəqiqə qayıdıram. 2 dəqiqə zəng gəlir. Yol qrupundan burada müəllimələr var. Zəhmət olmasa deyər. Harda qalmışdıq? Başlayaq. Bildiyimiz kimi liberal dedikdə bir növ məsuliyyətsiz müəllim nəzərdə tutulur və onun qrupundakı uşaqlar haqqında da dedim, öz maraqları çərçivəsində dərsə maraq göstərirlər. Məsəl üçün, tələbat olduqda deyir, fəallaşır və hazırlaşırlar. Ola bilər ki, hansı ki liberal müəllimin bir qrupu var, bir sinifi var və burada uşaqlar öz maraqları çərçivəsində. Və uşaq var ki, əlasıdır, uşaqlıqdan yaxşı oxuyub, onun məqsədi var, gələcəkdə gözəl bir peşə sahibi olmaq istəyir. O uşaq artıq nə edir? Yəni o müəllim ona dərs keçməsə də, müəllim suallarını cavablandırmasa da, o hər gün dərsə hazır gəlir və tələb eləyir. Yəni öz marağı çərçivəsində öyrənir də, nə qədər bacarırsa o qədər. Yəni qarşısında məqsəd varsa o uşaq öyrənəcək. O deyirlər, elə uşaq var ki, deyir mən hazırlığa getsəm ancaq öyrənə bilərəm. Eləsi də var ki, heç hazırlığa getmir, elə oradan buradan öyrənir, birini tapır, birini tapmır, amma yüksək bal toplayır. Yəni bir növ burada da özünü əsaslı göstərir ki, onun köməyi yoxdur, amma özü öz gücü ilə çalışıb hazırlaşır. Nə deyir burada? Deyir, tələbat olduqda fəallaşırlar və hazırlaşırlar. Yəni özləri elə uşaq var ki, hazırlığa gedir, buradan da dərsini yaxşı oxuyur. Dərsə də hazır gəlir ki, yaxşı bal toplasın. Yəni iradəsi zəif olan uşaq bu sinifdə oxumayacaq. Başa düşmədikdə müəllimə sual vermək həvəsində olmurlar. Yəni uşaqların çoxu dərsi başa düşməsə belə bilir ki, onsuz da müəllim elə belə izah edir, başdan ötürü də izah edir. Ona görə də çox vaxt sual vermək istəmirlər. Yəni çünki özləri də dərsin marağında deyillər. Özləri də passivdirlər. Uşaqlar üçün adətən bəzi uşaqlar var ki, elə özləri istəyirlər ki, elə müəllimin gəlsin siniflərinə, elə oradan buradan söhbət eləsin, dərsdə başa vurulsun, getsin. O qədər olub ki. Deyir ki, fənni olan maraq azalır, dərsdə gecikmələr baş verir. Bəli, dərsə gecikir, ümumiyyətlə bir dəfə kitabı yaddan çıxır qalır, bir dəfə çünki müəllim ona etinasız yanaşır, müəllim ona maraqsız yanaşır, müəllimin marağında olmur. Ona görə də bir növ bu qrupda artıq qayda, qanun, məsuliyyət, yəni hansı ki qayda, prosedur, gözlənti heç nə olmur. Yəni bir növ uşaqlar necə gəldi öyrənirlər də, nə öyrəndilər. Bu qədər. Oxuyan uşaq onsuz ki oxuyacaq. Sonra gəlir müəllimlər avtokratik, hansı ki avtoritar üslub da bunun eynisidir demək olar ki, avtokratik müəllim nədir? Gəlin ona baxaq. Şagirdlərin əqli və fiziki fəaliyyəti üzərində tam inzibati qaydalarla nəzarəti həyata keçirdir. Bunu necə öyrənə bilərsiniz? Necə yadda saxlaya bilərsiniz? Hansı ki əvvəlin müəllimləri yadınızdadırmı? Hardasa necə deyim sizə 2000-ə qədər, hardasa 2015-ə qədər olanı mı deyim? Bu kurikulum yenilənənə qədər müəllimlər bir növ müəllim yönümlü təhsildə idilər. Yəni uşağı qorxuzurdular. Uşağa deyirdilər, bugün öyrənməlisən, hətta bəzən şiddət halları da olub, göz önündədir bunların hər biri də, zamanla artıq aradan qalxır. Yəni bir növ bütün qaydaları öz əlində saxlayan müəllim avtokratik müəllim olub. Oxumalısan, mənim dediyim olmalıdır, sənin fikrin yoxdur, hətta bəzən belə deyim,
necə deyim, uşaqları yəni şiddətlə qorxuzublar. Bu şəkildə də uşaqlar müəllimdən qorxub, dərsə hazır gəliblər, bəzən qorxularından heç sual verə bilməyiblər. Bir növü bu da düzgün bir yanaşma deyil. Bu nəyə aiddir desə deyəcəksiniz ki, müəllim yönümlü yanaşmaya. Çünki burada uşaq ön planda deyil, burada müəllim ön plandadır, müəllimin istəkləri ön plandadır. Baxın, şagirdlərin əqli və fiziki fəaliyyəti üzərində tam inzibati qaydalarla nəzarəti həyata keçirmək. Məntiq nə yadınızda saxlayın. Nəzarəti həyata keçirmək varsa, bu artıq avtokratik, yəni müəllim yönümlü yanaşmada olan müəllimdir. Çünki burada artıq nəzarət var. Yəni nəzarət olmamalıdır təhsildə. Qarşılıqlı münasibət, qarşılıqlı əlaqəyə fəal təlim olmalıdır. Amma burada nə var? Burada artıq nəzarət var. Və deyir ki, dərsin təşkilində şagirdlərin bilik, meyl və maraqlarını, bacarıqlarını nəzərə almır. Yəni bir növ mən nə vermişəmsə onu öyrən, sən nə soruşursan. Elə uşaq olur ki, məsələn, nəsə maraqlı gəlir özünə soruşmağa, müəllimdən qorxub soruşmur, müəllimdən çəkinir. Eyni zamanda yəni uşağın istəyi onun üçün önəmli olmur. Onun istəyi odur ki, mənim verdiyim mənə hazır gəlməlidir. Mən nə deyirəmsə, hansı yolu sənə çəkirəmsə, sən o yolla getməlisən. Bir növ biraz qorxu var, biraz çəkinmə var. Fəal təlim burada yoxdur. Sonra deyir ki, ən çox özü danışır. Bəli, uşaqlar passiv dinləmə rolundadırsa, hansı olacaq? Avtokratik olacaq. Uşaqlar sadəcə dinləyirlərsə, passivdirlərsə, avtokratikdir. Və şagirdləri öz iradəsinə tabe edir. Öz iradəsinə tabe edir. Yəni, mən ağ deyirəmsə, sən də ağ deməlisən. Mən qara deyirəmsə, sən də qara deməlisən. Bu kim olur? Avtokratik. Hesab edir ki, şagirdlər onsuz da heç nə edə bilməzlər. Onlara inamı yoxdur. Yəni inanmır, o uşağa həvəs vermir ki, sən irəliyə gedəcəksən, sən qabağa gedəcəksən, mən sənə inanıram, sən yüksək nəticə toplayacaqsan. Bir növ yəni qayda, qanun varsa, biraz qorxu varsa, bu avtokratik müəllimə aiddir. Bu da müəllim yönümlü yanaşmaya aiddir. Yəni müəllim ön plandadır. Uşaq ön plandadırsa demokratik, müəllim ön plandadırsa avtokratik. Yəni bir-birinin tamamilə əksi. Liberal isə bunların ortası. Məsuliyyətsiz. Oxusan da olar, oxumasan da olar. Özün bil. Məsələsi. Və bunun qrupunda isə uşaqlar necə olur? Gəlin baxaq. İndi bunları situasiyalarına möhkəmləndirəcəyik. Baxın, şagirdlər müəllim yönümlü oldu, avtokratik. bəli, müəllim yönümlü. Uşaq yönümlü demokratikdir. Avtokratik artıq dediyimiz kimi müəllim yönümlüdür. Yəni müəllim yönümlü sözü bəli, müəllim yönümlü sözü artıq müəllimin ön planda olduğunu göstərir. Uşaq yönümlü isə artıq uşağın ön planda olduğunu göstərir. Bir növ biz indiki təlimdə, indiki kurikulumda uşağın meyli, marağı üzərində biz fəaliyyət göstərməliyik, addımlamalıyıq. İndiki təhsil sistemində artıq uşaqlar çox yüklənirlər, amma hal-hazırda indi siz də gedin YouTube üzərindən, eyni zamanda digər saytlardan araşdırın Finlandiya bağçalarını. Ən az dərs verilən, ən çox oyun verilən təhsil məhz elə Finlandiya bağçalarındadır. Ümumiyyətlə məktəb olsun, bağça olsun və ən uğurlu təhsil, yəni gələcək üçün yaxşı bəhrələr verən təhsil sistemi məhz ordadır, Finlandiyada. Baxarsınız o haqqda da inşallah bir gün daha geniş danışarıq. Yəni müəllim yönümlü dedikdə müəllim ön planda olur, mən deyəndə uşaq yönümlü olanda uşağın fikri ön planda olur. Müəllim də uşağın istəyinə nəzərən bilikləri təkmilləşdirir. Baxın, uşaqlar passivdirlər, görürsüz? Avtokratik müəllimdə şagirdlər passivdirlər, sakit otursalar da dərsə laqeyddirlər, yaxud da səs salırlar. Yəni, passiv olurlar, sakit otursalar da dərsə laqeyd yanaşırlar, yaxud da səs salırlar dərs prosesində. Müəllimə sual vermirlər, öyrənmək motivasiyaları yoxdur, çünki çəkinirlər müəllimlər. Dərsi və ya müəllimin qorxusundan ya da qiymət almaq xatirinə oxuyurlar. Baxın, qorxu var burada. Dərsi ya müəllimin qorxusundan oxuyurlar ki, müəllim əsəbləşər, ya da dediyimiz kimi qiymət almaq xətrinə oxuyurlar. Müstəqil diskussiya aparmaq, fikir söyləmək, qərar vermək bacarıqları yoxdur. Yəni diskussiya, fikir mübadiləsində müzakirələr, bunlar yoxdur bu qrupda. Müstəqil sözünü deyə bilmə bacarığı yoxdur. Çəkinmə var, qorxma var, birdən səhv deyərəm. Məsəl üçün burada birinizdən bir sual tutaq ki, sual verirəm sizə. Biriniz səhv deyirsiniz bunu. Digər artıq müəllimə, mən bu müəllimə desəm ki, səhvdir. Birbaşa deyirəm, o biri müəllimə də əlini indirəcək ki, bəlkə mən də səhv deyəcəm, müəllimə mənə kobud cavab verəcək. İstər-istəməz bu nə olur? Bu avtokratik. Yəni bilmək istəyirsən, amma o dilləri bilməsən də öyrənmək istəyirsən, amma öyrənə bilmirsən. Çünki qarşı tərəfdən çəkinirsən, rahat ola bilmirsən o sinifdə. Bu avtokratikdir. İndi inşallah daha da geniş, yəni avtoritar da eyni mənanı verir, avtoritar üslub. İndi daha geniş məlumat üçün sual-cavablarla da möhkəmləndirəcəyik. İndi isə növbəti müəllimlərdən hansı müəllimədə qalmışdıq? O səs açsın. Mən də Adəməm, Aypara müəlliməm. Aha, Aypara müəllimə, siz mənə vurğulayın ümumiyyətlə metodist kimdir?
Metodistlə tərbiyəçi müəllim arasındakı fərq nədir? Bir də müdür. Müdür, metodist, tərbiyəçi müəllim. Bu üçünü mənə deyin. Metodist müəllimə deməli məktəbə qədər təhsil müəssisələrində deməli o təlim-tərbiyə işlərinə metodik rəhbərlik göstərir. Ali pedaqoji təhsilli mütəxəssis olmalıdır metodist müəllimə. Tərbiyəçi isə deməli uşaqların inkişafını, hər tərəfli inkişafını, məktəbə hazırlıq təliminə təşkilini, ondan sonra təhsil sahəsində deməli uşaqların məktəbə qədər təhsildə fiziki inkişafını, əqli inkişafını, onların bir şəxsiyyət kimi yetişməsini, bunların hamısı üzrə deməli təhsil sahəsi üzrə ali və ya orta ixtisaslı təhsilli şəxs olmalıdır. Aha, düzdür. Yaxşı müəllimə, siz mənə bir dənə deyin görüm. Fasilitatorla fasilitasiya arasındakı əsaslı fərq nə idi? Siz də öz fikrinizə bildirin mənə. Deməli, fasilitator bələdçi rolunu yerinə yetirən şəxsdir. Məsələn, hansısa bir müəllim köməklik edir də uşağa, bir böyük köməklik eləyir. Fasilitasiya isə deməli bu müəllimin, bu bələdçinin deməli yönəltdiyi prosesdir, diskussiyadır. İndi sizə belə bir sual verim. Bu hal-hazırda izah etdiyim liberal, avtokratik və demokratik müəllim haqqında. Məsələn, dərsdədir uşaqlar. Siz deyirsiniz ki, məsələn, uşaqlar dərsdədirlər. Biri oynayır, biri danışır, biri nə bilim stolu o yana çevirir, bu yana çevirir. Siz də deyirsiniz ki, müəllim olaraq, hə, uşaqlar istədiyinizi edə bilərsiniz. Onsuz da dərs bitəndən sonra çıxıb gedəcəksiniz evə. Və yaxud da ki, məktəb olsun, fərq eləmir. Siz də bu yanaşmanız nə idi? Liberal müəllimə, məsuliyyətli müəllim, Liberaldır, düzdür. laqeyd sağ olun. müəllim. Laqeyddir. Və yaxud da ki, deyirsiniz ki, uşaqlar, mən danışıramsa heç kim danışmasın. Bu avtokratik Hər kəs də- müəllimdir. Ay, sağ olun. Yaxşı. Bəs deyirəm sizə, uşaqlardan biri deyir ki, fiqurları öyrədirsiniz uşaqlara, fiqurlar da oyundur. Uşaqlardan biri deyir ki, müəllimə, mən kvadratı istəmirəm, dairə ilə oynayacağam. Siz də deyirsiniz ki, əla, kim dairə ilə nə düzəldə bilər? Gəlin başlayaq görək, gəlin paylaşmağa başlayaq. Artıq niyə? Məsələn, dairəni istəmirsən, niyə? Məsələn, kvadratı istəmirsən və yaxud da ki, niyə? Üç bucağı istəyirsən. Artıq uşaqların fikirləri ilə maraqlanırsınızsa, Demokratik müəllim, uşaq yönümlü. əla. Bir də vurğulayın mənə, müəllimə. Ümumiyyətlə, hansı ki var, qısa müddətli təlim qrupu, bir də var icma əsaslı təlim qrupu. Aradakı fərq nədir? Deməli, qısa müddətli təlim qrupu ödənişsiz olur müəllim. Ancaq icma əsaslı ödənişli olur. İkisində də deməli, icma əsaslı da ixtisaslı pedaqoji kadrlar olduğu halda valideynlər, qəyyumların deməli öz könüllü ilə yerlərdə yaradılır bu bağçalar. Bu da ödənişli olur. Ancaq qısa müddətlidə isə deməli burada yaş kateqoriyaları nəzərə alınaraq yaradılır. Qısaldılmış gün rejimi ilə özü ödənişsiz olur. Aha. Yaxşı. Bir də vurğulayın mənə. İcma dedikdə artıq bura 3-5 yaşlı uşaqlar daxildir. Qısa müddətli dedikdə isə standart yaş kateqoriyası daxildir. Məsələn, 3-4 yaşlı uşaqlar və yaxud da ki, hamısı bir yerdə 4-5 yaşlı uşaqlar. Yəni, məsələn, 1 ilə aid uşaqlarda tutaq ki, 2022-ci il və yaxud da ki, ya da 2021-ci il uşaqlara aiddir. Bu olur artıq qısa müddətli təlim qrupuna. Deyin mənə, məsəl üçün, ümumiyyətlə uşaqların bu qidası və bir də deyə bilərəm sizə, uşaqların qruplara bölünməsi. Məsələn, bağçaya uşaq qəbul olunur. Biz hardan bilək ki, o böyük qrupa düşür və orta qrupa. Bu qaydanı bizə kim qoyur? Uşağın Müvafiq qramını, icra qramajını, ay sağ olun, müvafiq icra hakimiyyəti. Yəni bunu deməyin ha, testdə ki, bunu metodist qurur müəllimə, bunu metodist hazırlayır və yaxud da ki, metodistin əmri altında olur. Belə fikirlərə qətiyyən yaxın durmayın. Yəni müvafiq icra hakimiyyəti. Yəni müəssisədən müəssisəyə bu dəyişmir. Qramajda, qrupda, sayda, hər yerdə standartdır. İndi siz mənə deyin görüm. 1-2 yaş qrupunda nə qədər uşaq olur ümumi? 1-2 yaş qrupunda 10 uşaq. 2-3? 3-də 15, 3-4-də 20, 4-5-də də 20. Əminsiniz? Müəllimə 1-2-də 15 olmur. Aha.
15 olur. 2-3'də də 15 olur. 4-5-də 20, 5-6-da 20. Qruplarda olur da. 10 qarşı qruplarda olur. Qarşı qrupu soruşursunuz Ayidə müəllimə, yoxsa Necə? siz qarşı qrupu soruşdunuz? Yo. Qarşı qrupu soruşmuram müəllimə. Qarşı qrupu soruşmuram. Baxın, unutmayın. 1 yaşdan 2 yaşadakı olan qrupda 15 dənə uşaq olur. Bunu yazırsınız bir yerə. 1 yaşdan 2 yaşadakı qaydada yazarsınız. 2 yaşdan 3 yaşadakı 15 uşaq olur. 1 yaşdan 2 yaş, 2 yaşdan 3 yaşadakı hər qrupda ayrı-ayrı 15-15 uşaq olur. Yəni 1 yaş, 2 yaş kiçik qrupdur. 2 yaş, 3 yaş ikinci kiçik qrupdur. Yəni birincisi 1-2 yaş adətən körpələr evdə gedir də, bayaq dedim. 2-3 yaş ikinci kiçik qrup gedir. Hər ikisində 15-15 olur. 1-3 yaş tamamlandı mı? Tamamlandı. Qarışıq qrupda isə, yəni 1-2 yaşda ayrılıqda 15, 2-3 yaşda ayrılıqda 15-dir, amma onların hamısını bir yerə qarışdıranda, qarışıq qrup olanda 5 dənə uşaq oradan çıxırıq. Yəni heterogen Olur qrup 10 uşaq. ona. Heterogen qrupdur. Bəli, qarışıq qruplar və unutmayın. Sizə desələr ki, qarışıq qrupda niyə uşaq sayı azalır deyəcəksiniz ki, çünki hər bir uşağın yaşına görə xüsusiyyəti, öyrənmə tərzi, qavraması, biri məsələn hiss edir, dərk edir, öyrənmə dövründədir, biri araşdırır, biri təhlil edir. Yəni bir növ 1-2-3 yaş arasında dünyalar qədər fərq var. Ona görə də bu dövrdəki uşaqlar vurğuladığımız kimi fərqli xüsusiyyətlərə malik olduğu üçün biz onlarla yaxşı səmərəli təlim keçməyimiz üçün Fərqli uşaqda yanaşma qrup üçün də da müəllim. bəli. Uşaq sayı az olmalı. Aha, indi səsləri bağlayaq, buyurun. Qruplarda azalır, azalır. Başa Zəhmət olmasa qarışıq qrupda neçə nəfər oldu? Müəllimə, qarışıq qrupda 10 uşaq. 1-3 yaşda. Bəli. Aha, indi səsləri bağlayaq müəllimlər. Baxın. Dediyimiz kimi. Deyirəm, bir kəlmə söz deyim də sizə. Axı kitabda 1-2 yaşlı uşaqlar 10 dənə yazılıb, 2-3-də 15-dir kitabda. Yox müəllimə. Yo, 15-15-dir. Mənim Nizamnamədən kitabımda elədir. yox, səhvdir. Mən nizamnamədən onu sizə çəkib göndərərəm. Bəli, mən nizamnamədən sizə onu çəkib göndərərəm. Hal-hazırda qarşımdadır, 54 səhifəli kitabdır. Burada Mən də elədir ki, Ayidə müəllimə. Müəllimə, orada o İstəyirəm cümlə müəllimə. işlənir, qarışıq qrup. Qarışıq Jurnalda Bəli, qrup cümləni qarışıq qarışıq qrup. Bəli. aha. qarşıq deyil, qarşıq qrupda da 10-dur, düzdür. Amma ki, o 1-2 yaşdadır. Biz bu kitabı çıxartdırmışıq. Atarsız mənə baxaram ona şəxsidə. Aha, indi səsləri hər kəs bağlasın. Baxaq. Aha, indi qarışıqlıq olmasın, səsləri bağlayaq, diqqət yetirək. Dediyimiz kimi 15-15 oldu. Qarışıq qrupda da 10 oldu. Sonra isə 3-4 yaşda nə qədər olur deyəcəksiniz 20 uşaq. 4-5 yaşda nə qədər olur deyəcəksiniz 20 uşaq. 5-6 yaşda nə qədər olur deyəcəksiniz 20 uşaq. Baxın. 1-2-2-3 yaşda ayrı-ayrılıqda 15 oldu. Bəs 1-2 ilə 2-3-ü qarışdıranda nə qədər olur deyəcəksiniz 10 uşaq. Atacam o cədvəli sizə. 3-4 yaşda 20, 4-5 yaşda 20, 5-6 yaşda 20. Bəs onları qarışdıranda nə qədər olur? Deyəcəksiniz ki 15 uşaq. Elə bil ki 1-3 yaşdan da 5 dənə uşaq götürülür, 3-6 yaşdan da 5 dənə götürülür, olur 15 uşaq. Belə, o sxemi atacam sizə. Bir də müəllimə, vurğulayın mənə, zəhmət olmasa. Nümunə gətirəcəm sizə. Nümunələr əsasında deyin. Uşaq, deyim sizə. Uşaq dərsə gecikir, dərsi öyrənmir, dəftəri kitabı evdə qalır. Bu hansı müəllimin sinifində baş verə bilər? Liberal müəllimin, məsuliyyətsiz müəllimin. Bəli, məsuliyyətsiz müəllimin sinifində baş verə bilər. Təşəkkür edirəm. Səs açsın. Sağ olun. İsmail Qarayev. Bəli, mənim axşamınız xeyir. Axşamınız xeyir olsun. Siz mənə vurğulayın görüm. Hansı ümumiyyətlə belə deyim, məsələn, defektolog kimdir, logoped kimdir? Hansı işə baxır? Onu mənə situasiya ilə deyin. Aha, defektolog uşaqların əqli, fiziki qüsurlu uşaqların korreksiyası ilə məşğul olan şəxsdir. Logoped isə nitq qüsurlu uşaqlarla işləyən şəxsdir. Bir də deyin mənə. Bəs yaxşı, əqli qüsurlu dedikdə, ümumiyyətlə, yəni əqli məhdudiyyətli, ümumiyyətlə hansı uşaqlar nəzərdə tutulur? Defektolog hansı uşaqlara baxır? Logoped hansı uşaqlara baxırdı? Əqli qüsurlu, yəni görmə, eşitmə qabiliyyəti olan uşaqlar. Sonra? Nitq qüsurlu uşaqlar isə, yəni nitqində problemi olan uşaqlarla işləyən müəllim isə logopeddir, yəni o nitqində qüsurlu olan uşaqlar. Aha, düzdür. Bir də vurğulayın mənə görüm. Yaxşı, deyirəm sizə.
Təlimin təşkilinə verilən prinsiplər vardı, hansı ki, onlar hansılar idi? 1-6 yaşlı uşaqlara əhatə edirdi təlim, sonra Təlimin təşkilində təlimin təşkilinə verilən prinsiplər. Təlimin təşkili qaydaları, yəni. Mənim unutdum. açdığım PDF-də. Vardı, 1-6 yaşlı uşaqlara əhatə Hə, edirdi, bəli, normal bəli. qayda. Bəli, 5 yaşlı uşaqlar üçün zəruridir. 1-6 yaşlı uşaqları əhatə edir. Bura əsasən ilk uşaq bağçasına qəbul olan uşaqlar müharibədə olan ailələrin uşaqları olur. Sonra 1-ci, 2-ci qrup əlilliyi olan uşaqlar üçün yəni uşaqlar qəbul olunur. Daha sonra 5 yaşlı uşaqlar üçün zəruridir. Başqa mən Düzdür. Dediyimiz kimi, bəs yaxşı müəllimə, mən istəyirəm ki, övladımı mən həm məktəbə hazırlığına qoyum, həm də bağçanın daha da yaxşı öyrənsin. Xeyr, yalnız bir təhsil müəssisəsinə qoymaq mümkündür. Bəli, özələ qoya bilərsən, hazırlığa qoy, Bəli. kursa qoy, özəl ayrıdır, amma dövlət xətti ilə eyni yerdə, iki ayrı yerdə uşaq təhsil ala bilməz. Buna qanunən icazə yoxdur. Və vurğuladığımız kimi, dövlət məktəbə qədər, yəni təhsil müəssisəsinə ilk növbədə kimlər ön planda olurdu? Şəhid ailələri, sonra 1-ci, 2-ci qrup əlillər, Qarabağ müharibəsinin iştirakçıları bunlar. düzdür, hərbi xidmətdə olan valideynlərin uşaqları, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar, bunlar artıq ön planda, bir növ ehtiyacı olan şəxslərin uşaqları ön planda olur. Yaxşı müəllimə, siz mənə deyin görüm. Demokratik müəllim ilə avtoritar, yəni avtokratik müəllim arasındakı fərq nə idi? Demokratik müəllim uşaqların müstəqil fikirlərini, yəni fikir müxtəlifliyinə önəm verir. Yəni orada uşaqların uğur qazanması üçün birgə fəaliyyət göstərməyi, inteqrativ təlim metodlarından istifadə edir. Dərsin gedişatında uşaqların fəallığının təmin edilməsi üçün şərait yaradır. Ancaq avtokratik müəllim isə yəni bu hesab eləmir də, uşağın heç nə bilmir deyə inamı yoxdur. Uşaqların öz iradəsinə tabe olur. Yəni özü danışır ancaq və uşaqların bilik bacarıqlarına, meyl, maraqlarına nəzərə almır da. Yəni burada da uşaqlar passiv iştirak edirlər. Daha sonra müstəqil diskussiya aparmaq, fikir söyləmək, ancaq dərs qiymət almaq xatirinə və yaxud da ki, müəllimdən qorxub dərsi öyrənirlər avtokratik müəllimdə. Uşaq önümlü ilə dediyi müəllim önümlünün əsaslı fərqi odur ki, uşaq önümlüdə uşaq, müəllim önümlüdə də müəllim ön planda olur. Kurikulum nəyi tələb edirdi? Dediyimiz kimi uşaq yönümlünü. İndi müəllim deyir ki, uşaqlara, hamı sakit otursun, mən danışacağım, siz qulaq asacaqsınız bugün. Sizcə hansı müəllimdir bu? Hamı danışacaq, mən sakit duracağam. Bir dəqiqə müəllimə. Yox. Hamı sakit otursun, mən danışacağam. Siz qulaq asın. Uşaqlara deyirsiniz. Bəli, müəllim, üzr istəyirəm. Burada əgər müəllim danışırsa, bu avtoritar müəllimdir. Yəni uşağın fikirlərinə önəm vermirsə, ancaq özü Bəli. danışırsa avtoritar müəllimdir. Müəllim mərkəzli olduğu üçün, şagirdin pasiv dinləyici rolunda olduğu üçün bu dediyimiz kimi avtoritara aiddir. Təşəkkür edirəm. Təsadüfən digər müəllimə. Bugünkü mövzumuz çox sadədir. Ona görə də çox sadə suallar verilir. Hələ bu ilk başlayırıq. Yəni əsas anlayışlardır. Təlimin təşkili qaydalardır. Ümumiyyətlə müəllim önümlü, uşaq önümlü təhsili öyrəndik. Gələn dərsə artıq başqa mövzular göndərəcəm. Səs açsın Aytac Abbasova. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Aytac müəllimə, siz mənə deyin görək. Sizə verəcəm sual olaraq ümumiyyətlə məktəbə qədər təhsil neçə konstitusiyamızın hansı maddəsində yer alır? 94-cü maddəsinin 1-ci bəndində. Aha, düzdür. Yaxşı. Bəs məktəbə qədər təhsil uşağa nə verir? Məktəbə qədər təhsil uşağa deməli ilkin bilik, bacarıq, vərdişlərin mənimsənməsini həyata keçirən bir təlim prosesidir. Bir də deyin mənə görüm, vurğuladığımız kimi, baxın, məktəbə qədər təhsil
Məktəbəqədər yaşlı uşaqların intellektual beyin, idrak, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik bacarıqdır. İlkin, təməl, fundament harda atılır? İlkin məktəbəqədər dövrü adlanır. Unutmayın, təhsilin ilkin pilləsi məktəbəqədər dövrdür. Və bacarıq, vərdiş mənimsənilirsə, bu onun belə deyim, təhsilinə aiddir və nəticə göstərilir burada. Unutmayın, təhsil dedikdə öyrənmədir, təlim dedikdə tətbiq etmədir. Bir növü vurğuladığımız kimi nəyisə öyrənirsənsə, informasiya əldə edirsənsə, təhsildir. Tətbiq edirsənsə, təlimdir. Təlimdə artıq hərəkət var bir növü. Təhsil ilə təlimin əsaslı fərqi budur. Aha, düzdür. Bir də deyin mənə görüm. Yəni məktəbəqədər təhsil pillə adlanır. Unutmayın. Pillə. Səviyyə deyil. Məktəbəqədər təhsil pillə adlanır. Və mənə deyin görək müəllimə siz, dayənin işi nədir məktəbəqədər təhsil müəssisəsində? Tərbiyəçi ilə dayənin əsaslı fərqi. Dayə uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsə deyirik. Amma tərbiyəçi müəllim uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisası olan bir şəxsə deyirik. Dayə dedikdə artıq qulluq, nəzarət, geyindirmək, soyundurmaq, gigiyena, təmizlik, hamısı nəzarət dayə. Artıq tərbiyəçi müəllim isə o gün müəllimlərdən biri mənə sual verib ki, digər müəllimlərdən müəllimə, uşaqları deyir biz qida zamanı başqa bir zala aparırıq. İndi müəssisəyə görə dəyişir də müəssisənin infrastrukturuna görə. Başqa bir otağa aparırıq deyir. Burada deyir dayə sual verir bunu mənə. Əslində müəllimə sual vermir. Deyir ki, müəllimə mən deyir dayə müəllimə deyir, mənim yanımda getməlidir, yoxsa mən tək başıma aparmalıyam o uşaqları. Yəni, qətiyyən belə hallara yol verməyin. Artıq o uşağın nəzarəti, o uşaqdan məsul şəxs tərbiyəçi müəllimədir. Düzdür, orada yedizdirmirsiniz, içizdirmirsiniz, geyindirmirsiniz, ayrı məsələ. Amma tərbiyəçi müəllim niyə axşama qədərdir bağçada? Çünki uşağın bütün fəaliyyətlərində iştirak etsin deyə. Yeməyə tək dayə aparmalıdır deyə bir qanun yoxdur, unutmayın. Yəni, belə hallara yol versəniz, bir növü qanuna zidd hərəkət etmiş olarsınız. Mən üzr istəyirəm. Uşaqların qəbulunu axşam yola salınması da tərbiyəçi orada iştirak eləməlidir. Bəli, qəbul edirsiniz. Dayə geyindirir, soyundurur. Yəni, amma siz qəbul edirsiniz valideyindən və əsaslı qeydlərinizi götürürsünüz. Aha, davam edək. Baxın, vurğuladığım kimi. Tərbiyəçi müəllim niyə səhərdən axşama qədər bağçada olur? Çünki uşağın bütün fəaliyyətlərində iştirak etmək üçün sadəcə təlim verib getsəydi, elə dərsini keçib gedərdi də. Axşama qədər qalır və hər anı da iş saatına daxil edilir ki, uşaqların yanında olsun. Uşağın adi, belə deyim, ola bilər, dayə uşağı geyindirib soyundura bilər, amma tərbiyəçi müəllimi onun yatmağına fikir verməlidir, onun sağlamlığına fikir verməlidir, onun qidalanmağına fikir verməlidir. Yəni, məktəbəqədər təhsil sadəcə idraki inkişaf sahəsi üzərində qurulmayıb, unutmayın. Ancaq idrakini inkişaf etdirək deyə bir şey yoxdur. Onun fiziki inkişafı sizdədirmi? Sizdədir. Asın alt standartları baxın. Alt standartları keçəndə o qədər təşəkkür edəcəyiz ki, müəllimə, biz alt standartı bilirik, sada hər şeyi bilirik deməkdir. Alt standartlarda fiziki inkişafı varmı? Var. Tərbiyəçi elə etməlidirmi? Bəli. Gigiyenası varmı? Var. Süfrə mədəniyyəti varmı? Var. Təhlükəsizliyi varmı? Var. Sonra fiziki mədəniyyət məşğələsi var. Sonra idrakidə bütün məşğələləri var, ətraf aləmi var. Bunu öz qoyuruq öz qırağa idraki. Estetik bacarığı var, eyni zamanda var. Özünə xidmət bacarığı varmı? Var. Sonra deyə bilərəm sizə, əmək bacarıqları, artıq uşağa əməyi formalaşdırması, sinifi yığışdırmaq, səliqəyə salmaq, növbətçilik bacarıqları, güşələrin səliqəyə salınması, məsələn, təbiətdə artıq təbiət əməyi formalaşdırmalısınız. Uşaqlara, yəni bir növ, sonra sosial-emosional inkişaf sahəsində özünü ifadə etmək, cəmiyyət arasında düzgün nitq etiketlərindən istifadə etmək, düzgün ünsiyyət qurmaq, nitq etiketləri idrakda yer alır danışmaq olduğu üçün, amma ünsiyyət sosialdadır. Yəni, gələcəkdə bunları görəcəksiniz ki, uşağın bütün fəaliyyəti bağçada verilir. Yəni, sadəcə bağçada təhsil yoxdur. Uşağın hər anında tərbiyəçi olmalıdır. Dayə isə uşağa bir növ pedaqoji baxımından təhsil verməməlidir. Dayə məşğələ zamanı müəllimə məşğələsini keçərkən dayə ona qələmləri yonmaqda, vərəqləri paylamaqda, məşğələ anında bir növ köməkçi rolunu aparmalıdır. Və eyni zamanda uşaqların qidalanması, sanitariya, yəni sinifin səliqəyə salınması, eyni zamanda silinməsi, təmizlənməsi, yəni bu işlərə dayə nəzarət edir texniki işçi kimi. Sonra müəllimə, bir də mənə vurğulayın görüm, innovasiya nə deməkdir? İnnovasiya yeniliklər də, yəni belə başa düşürəm onu.
müxtəlif Aha, innovasiya təşəbbüs müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yenilikdir. yenilikdir. Yəni, bəli, müəyyən tədqiqatlar vasitəsilə siz yeniliklər aşkarlayırsınız. Bu innovasiyadır, yenilikçi deməkdir. Bir də mənə vurğulayın, görüm. Buyurun. Portfolio nə idi məktəbə qədər təhsil müəssisəsində? Uşaqların bütün sənədlərinin, uşaq haqqında məlumatlarının, onun haqqında bütün sənədlərin toplandığı bir qovluq da belə deyək. Bəli, bəli, qovluqdur eyni zamanda. Bəli, düzdür. İndi bir də mənə deyin görüm, liberal müəllim necə müəllim oldu? Liberal müəllim, o sancılıydı. Deməli, laqeyd müəllim idi. Laqeyd, liberal. Düzdür. Təşəkkür edirəm. Artıq açar söz yadınızda qaldı. Sağ olun müəllimim. Sağ olun, çox sağ olun. Sağ olun. Səs açsın Şəhla müəllimə İsmailova. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Şəhla müəllimə siz də mənə vurğulayın zəhmət olmasa, müdirin vəzifəsi, metodistin vəzifəsi, tərbiyəçi müəllimin bir də dayənin vəzifəsi mənə öz anladığınız tərzdə izah edin. Birinci metodistdən başlayayım. Metodist təlim-tərbiyə işlərinə nəzarəti həyata keçirən ali ixtisaslı şəxsdir. Sonra dayə uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsdir. Sonra mənim əslində müdirin burada vəzifəsi yoxdur. Yəni onu sadəcə özüm belə başa düşdüyüm kimi deyə bilərəm ki, təhsil müəssisəsində, daha doğrusu məktəbə qədər müəssisədə rəhbərliyi həyata keçirən şəxsdir. Bəli, rəhbərlik ondadır. Bir də tərbiyəçi müəllimi soruşdunuz. Uşaqların hərtərəfli inkişafını təmin edən və təşkil edən şəxsdir. O da ali və orta ixtisaslı şəxs ola bilər. Amma metodist ali ixtisaslı olmalıdır, mütləqdir. Fərqləri odur. Bir də deyin mənə, bəs müəllimə, kurikulum nə idi? Yəni, kurikulumu ənənəvi təhsildən nə fərqləndirir? Kurikulum konseptual sənəddir. Təlimin təşkilini, sonra təlim nəticələrinin qiymətləndirilməsini və monitorinqini özündə əks etdirən sənəddir daha doğrusu. Dövlət sənədir. Dövlət sənədir, bəli. Bəli, baxın müəllimlər, bunu bir dənə mən kiçik bir şəkildə sizə izahını verim. Baxın, kurikulum nədir dedikdə necə yadınızda saxlayacaqsınız? İndi çoxu qaydasını yadında saxlaya bilmir, çətinlik çəkir, başa düşürəm. Baxın, təlim nəticələri, təlim nəticəsi nədir? Unutmayın. Təlim nəticəsi odur ki, dərsdə uşağa dərs keçirsiniz. Yəni, dərs deyəndə məşğələ deyirik də daha doğrusu. Məşğələ keçirsiniz, tətbiq etmə verirsiniz, oyun verirsiniz. Sonda uşaq nə öyrəndi? Məsələn, bugün uşaqlarla nitq-getlər haqqında danışırıq. Artıq uşaqlar bir növ praktikada da bilirlər ki, biri evə gedəndə deyirik sağ ol, yatanda deyirik gecəniz xeyrə qalsın, yemək yeyəndə nuş olsun. Artıq bu kimi nitq-getlərə bir növ nə oldu? Təlim nəticəsi adlandı. Bir var təlim nəticəsi, bir də var ümumi təlim nəticəsi. Ümumini ilin sonunda götürürsünüz. Ümumi nə öyrəndi uşaq ilin sonu üçün? Məsələn, 3 yaşında uşağı qoyursunuz bağçaya, bir valideyn kimi deyirəm. Artıq 3 yaşın sonunda, sentyabrda 3 yaşında qoydunuz, avqustda götürürsünüz uşağı bağçadan. Görürsünüz ki, uşaqda nə qədər ümumi hansı təlim nəticələri oldu və ya müəllim özü qiymətləndirmə aparır, uşaq gələndə necə idi, indi necədir. Bu ümumi təlim nəticəsidir. Təlim nəticəsi isə dərsin sonu üçündür. Hər məşğələnin sonu üçün təlim nəticəsidir. Yəni nə deyir burada? Təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartları. İndi məzmun standartıdır, əsas standartı, alt standartı bunları gözəl dərindən keçəcəyik. Orası ayrı məsələ. Deyir, pedaqoji prosesinin təşkilidir, təlim nəticələrinin, yəni uşağın təlim nəticəsi var, qazandığı, onun deyir qiymətləndirilməsidir, monitorinqin, yəni yoxlamaların aparılması sistemini özündə əks etdirən dövlət sənədi kurikulum adlanır. Təlim nəticəsi var burada, inkişaf sahəsi var, məzmun standartı var, pedaqoji prosesin, yəni pedaqoji, ümumiyyətlə prosesi müəllim düzgünmü təşkil edir, düzgünmü planlayır, ümumiyyətlə gündəlik planlaşdırması düzgündürmü, onu nəzərdə tutur. Təlim nəticəsini qiymətləndirir, monitoring yoxlamaları tez-tez aparırmı? Bunların hər biri harda yer alır? Kurikulumda. Belə yadınızda saxlaya bilərsiniz. Açar məqam olaraq. İndi gələcəkdə daha rahat yadınızda saxlayacaqsınız. Ayda müəllimə, onlar da sual verim. İndi bu müdirin vəzifəsini deyin görüm. Bu müdirin vəzifəsi nədir? Burada indi bizim bu qısa anlayışlarda yazmışıq, qara yazma yazılıb, qalanına da onun işini yazaq görək nədir müdirin vəzifəsi? Müəllimə, müdirin vəzifəsi elə orada qeyd olunduğu kimi.
Yəni bağça Yəni hər bir müdiri şeyə rəhbərliyi həyata keçirir. Bəli, bütün fəaliyyətə nəzarəti həyata keçirilir. Yəni Bəli. bir növ bağça fəaliyyətinin qanunvericiliyə, nizamnaməyə uyğun planlaşdırır, idarə edir. Bilirsiniz də, nümunəvi nizamnaməyə Bəli, əsasən bəli, fəaliyyət bəli. planı hazırlayır. Məsələn, kadr məsələlərini özündə əks etdirir. Məsələn, işçilərin işə qəbulu müvafiq qaydada vəzifə bölgüsünü aparır bağçada, hansı ki, belə deyim, tərbiyəçi olsun, dayə olsun, bütün işləri qaydasına qoyur da. Bir növ necə ki, ailədəki idarə edən olur, ata ki, bütün ailəni idarə edir. Bəli. Eyni zamanda ana ki, belə deyim, bölgü verir. Məsələn, aylıq gəliri bölür, deyir, bunu buna istifadə edəcək, bu işi görsün, bu bunu işi görsün. Bir növ başçı. Başçı artıq müdir adlanır və eyni zamanda vurğuladığımız kimi vəzifə bölgüsünün aparılması, kollektivdə sağlam emosional bir mühitin yaradılmasını özündə əks etdirir. Hesabatlılıq işlərinə baxır. Yəni dövlət qurumları qarşısında müəssisənin fəaliyyəti barədə vaxtında hesabatlar verir. Sonra deyə bilərəm sizə, məsələn, məktəbəqədər təhsildə kurikulumun tətbiqinə dair keyfiyyəti nəzarət edir. Gedir açıq məşğələlərdə oturur. Görün müəllimlər proqrama görə, kurikuluma görə dərsini keçirmir, metodik işi aparır, təşkil edir, tərbiyəçilərin metodik hazırlığının aparılmasını təmin edir, təhlükəsizliyi, sağlamlığını özündə əks etdirir. Sonra nə deyə bilərəm? Gigiyenadır, qidalanmadır, bağçalarda qidaya, normaya, eyni zamanda sanitar-gigiyenik normaların gözlənilməsinə birbaşa məsuliyyət daşıyır, maddi texniki bazaya nəzarət edir, təchizatı təmin edir, əmlakı qoruyur. Yəni bir növ, məsələn, bir də deyə bilərəm ki, məsələn, kimlər bağça müdiri ola bilər? Artıq ən azı vurğuladığımız kimi 3 il pedaqoji stajı olan şəxs dediyimiz kimi müdir ola bilər. Yəni məktəbəqədər təhsil müəssisəsində işləyən və ali təhsili olan şəxslər, yəni mütəxəssislər dediyimiz kimi ali təhsili olan, bir də 3 il stajı olan mütəxəssislər bağça müdürlüyünə namizəd ola bilərlər. 3 il, 5 il pedaqoji staj tələb olunur. Yəni dövlət bağçasında olmalıdır stajda və ali təhsil olmalıdır. Bu qədər müəllimə. Məncə geniş oldu. Ayda müəllim, Bəli. zəhmət olmasa tibb işçisində deyərdiniz də, burada yoxdur, düzün deyim. Düzü bilirik, amma siz ətraflı deyərdiniz də, zəhmət olmasa. Tibb işçisini. Bəli, müəllim. Orada mən tibb işçisinə aid var olmalıdır müəllimə. Onu əvvəlki qrupunuzda atmışdım. Onu sonra üçün atacağam. Amma yenə də qrupa da atarım, burada deyərəm. Belə deyim də müəllimə, məsələn, hansı ki siz bu dəqiqə filtr dəftəri yazırsınız. Bəzi bilirsiniz də müəssisələrdə tibb bacısı var. Mənim də var, işləyirəm onu. Aha, baxın, dediyimiz kimi tibb işçisinin vəzifəsi ondan ibarətdir ki, hər gün uşaqların temperaturunu yoxlamaq. Eyni zamanda gündəlik sağlamlıq nəzarətləri, səhər qəbulu zamanı dediyimiz kimi uşaqların ümumi vəziyyətini yoxlamaq, qızdırmadır, infeksiyandır, dəridir. İlk tibbi yardıma həyata keçirilir. Hansı ki yaralanma zamanı biz tibb işçisini çağırmalıyıq. Qəfil pisləşmə zamanı, zədə hallarında adətən tərbiyəçilər tam da belə əhatəli məlumatları olmadıkları üçün uşaqlara onlar baxa bilərlər. Adi biz fiziki mədəniyyət məşğələmizi keçiririk. Fiziki mədəniyyət məşğələsi zamanı belə uşaqlara belə deyim, bəzi hərəkətləri verəndə artıq onu tibb açısından bəzən məsləhət almalıyıq ki, uşaqlara uyğundurmu? Yəni necə? Uşaqların indi vəziyyətlərini müəyyən qədər tibb işçisi də nəzarətdən keçirdir. Uyğun olub-olmadığı ilə bağlı bizə məsləhət verə bilər. Və dediyimiz kimi adi qidalara, eyni zamanda qidaya baxır, uşaqların sağlamlığına təsir edib etməyəcəyinə baxır, təmizliyə baxır, hətta havalandırma, temperatur, bunların hamısını nəzarətdə saxlayır. Tibb işçisi bir növ sağlamlıq, yəni fiziki inkişafı ön planda saxlayır da. Sənədləşdirmə, eyni zamanda uşaqların peyvənd vurub, vurmayıb, bunların hamısını nəzarətdə saxlayır. Belə deyim. Yəni ümumi tibb işini həyata keçirdir. Sadəcə tibb dediyimiz kimi işçisi olmayan müəssisələrdə vəzifə artıq tərbiyəçi müəllimin üzərinə qalmış olur. Müəllimə, hər gün olmalıdır o bağçada, yoxsa həftənin neçə günüsə? Yox, hər gün. Hər gün tibb işçisi hər gün. Əslində o özü baxmalıdır da müəllimə filtrə. Bəli, hamısına müəllimə, hamısına. Sadəcə tərbiyəçi olmadığından o baxır. Belə. Sonra hansı müəllimədə qalmışdıq? Bir-iki sual da verim. Mənim, Şəhla müəllimə. Şəhla müəllimə. Bir də mənə vurğulayın zəhmət olmasa. Deyin görüm siz mənə. Məsələn, sağlamlıq imkanı məhdud uşaq dedikdə hansı uşaqlar nəzərdə tutulur? Sağlamlıq imkanı məhdud uşaq deyəndə, yəni ki, məhdud fiziki məhdudiyyətli şəxs. Yəni, gəzə bilməyən, görmə zəifliyi olan. Yəni o özəllərini deyirsiniz. Görmə əngəlli, eşitmə əngəlli,
sonra yerimə əngəlli, sonra nitq qüsurlu olan da nitq qüsurluya aiddir. Yəni nitqində, danışığında əgər defektlər varsa da o da nitq qüsurluya aiddir. Müəllimə, fasilitator, fasilitasiya uşaq önümlüdür yoxsa müəllim önümlü? Fasilitator, fasilitasiya Mhm. nə olduqlarını deyim, sonra fasilitator müəllimdir, fasilitasiya onun yönəltdiyi prosesdir. Mən elə düşünürəm ki, bu uşaq yönümlü olmalıdır da. Düzdür. Bilmirəm bəlkə. Bu artıq uşaq önümlü. Yəni müəllimlər fasilitasiyanla fasilitatoru belə izah edim. Fasilitator mənəm, fasilitasiya dərsin gedişatıdır. Məsələn, fasilitator budur ki, müəllim dərs prosesində hansı ki uşaqları belə deyim, idrakını ön planda tutursa, uşağa deyir ki, nə düşünürsən? Niyə belə hesab edirsən? Başqa uşaqlar necə ola bilər? Səncə bunun fərqi nədir? Hansı daha uyğundur? İstiqamətləndirən sözlərdə deyə bilərik, hansı ki bundan öncəki sözlər düşündürücü sözlər idi. Deyə bilərik ki, məsələn, uşaqlar gəlin birlikdə baxaq. Biraz da düşünək görək. Aha, sən doğru yoldasan və yaxud da ki ipucu verə bilərik. İstiqamət zamanı ipucu hər şeyi birbaşa vermək səhvdir. Fasilitator deyil. Unutmayın, fasilitator təhsilə aiddir, məktəbə aiddir, sadəcə müəllim ola bilər fasilitator. Və yaxud deyə bilərik ki, uşaqlar, məsələn, uşaq belə deyim, bacarmadı hansısa işi. Deyir ki, gəl yenidən yoxla, bir dahasına. Uşağın motivasiyasını öldürmürük, davamlı bilmədiyinin üzərində çalışmasını ona öyrədirik. Və deyə bilərik ki, uşaqlarla adətən fasilitator zamanı müqayisə etdirən sözlərdən istifadə etmək lazımdır. Məsələn, uşaqlar bununla onun arasındakı fərq nədir? Uşaqlar hansı daha böyükdür, hansı kiçikdir? Oxşarlıq nədir səncə? Ancaq uşağı danışdırırsan, ancaq uşağın idrakini ön planda tutursan, yəni motivasiya verirsən, əla, cəhd et, sən bacaracaqsan, mən sənə inanıram, çox yaxşı düşündün, sənin fikrin dəyərlidir. Bir növü, bu sözü burada deyirəm, bu mövzunu ayrıca keçəcəm. Baxın, bunu dəftərinizə yazarsınız hər ehtimal. Bir var konstruktiv rəy, bir də var destruktiv rəy. Konstruktiv rəyi kim verir? Dedikdə yazarsınız dəftərinizə. Konstruktiv rəyi verir, dediyimiz kimi demokratik müəllim. Konstruktiv rəy hansı yanaşmadadır? Deyəcəksiniz müəllim yönümlü yanaşmada. Konstruktiv rəy ümumiyyətlə nədir? Uşağa düzgün rəy vermə deməkdir. Bunu da kim verir? Fasilitator verir. Yəni Konstruktiv demokratik müəlliməyə aiddir də dediniz. Bəli, demokratik müəllim. Baxın, belə deyim də ümumi olaraq sizə, tutaq ki, uşağa bir tapşırıq vermisiniz. Demisiniz ki, tutaq ki, uşaqlar gəlin alma ağacı çəkək. Uşaqlar alma ağacı çəkdi. Səliqəli də çəkdi Ayşən. Amma görürsünüz ki, Ayşən almaları, necə deyim sizə, rəngləri bənövşəyi rəngdə. Rəng seçimi düzgün deyil. Axı gəlib desəniz ki, Ayşən, sən bu rəngləri düzgün rəngləmirsən. Bu nədir sən eləmisən? Bu destruktiv rəydir. Baxın, yazarsınız dəftərinizə. Destruktiv bərabərdir mənfi rəy. Düzgün deyil. Destruktiv bərabərdir müəllim yönümlü yanaşma. Konstruktiv bərabərdir uşaq yönümlü yanaşma. Destruktiv yaxşı rəy deyil. Mənfi rəydir. Uşağı geriyə aparır, uşağın öyrənməsini öldürür. Uşaq Ay, sağ olun. Bir də deyə bilərəm sizə bunu, müəllimlər səsləri bağlayaq zəhmət olmasa, bir də deyə bilərəm sizə bunu. Bir də var konstruktiv rəy. Konstruktiv rəydə də artıq Müəllimə, bir də təkrar edə bilərsiniz? Aha, səsləri bağlayaq. Hər kəs səs bağlasın, təkrarlayıram. Tamam. Konstruktiv rəy bərabərdir müsbət rəy. Onu müəllimə qaydda yazarsınız. Narahat olmayın, kaydı paylaşacağam. Oldu. Narahat olmayın. Yəni sadəcə dərsdə dinləyin, kaydı göndərəcəm inşallah yerləşdirib. Konstruktiv rəy müsbət rəydir, yəni yaxşı rəydir. Uşaq gələcəyə aparır və konstruktiv rəy bərabərdir uşaq yönümlü təhsilə. Sonra da yaza bilərsiniz ki, bərabərdir demokratik müəllimə. Bərabərdir uşaq yönümlü təhsilə. Yəni demokratik müəllimə, uşaq yönümlü təhsilə, müsbət rəy vermədir, fasilitatordur. Bu artıq düzgün deyil. Müsbətlərin hamısı bir yerə yığılır. Bir də var destruktiv. Məndə internet Ayda müəllimə, yoxsa Ayda müəllimədə internet zəifdir? Ayda müəllimə, səsiniz itir, eşitmək olmur. Destruktiv mənfidir. Uşağın həvəsini öldürür. Uşağı geri salır dərsdən. Ayda müəllimə, səsiniz itir. Ayda müəllimə, eşitmək olmur. Səsim gəlir indi. Müəllimə, səsiniz gəlmir. İndi gəlir, ancaq bundan əvvəl dediyinizi eşidə bilmədik. Səsiniz getdi, ancaq eşidilmədi. Yəqin internetlə əlaqəlidir. Bilirsə, havalar bu aralar pisdir.
Yəqin internetlə əlaqəlidir. İndi gəlirmi yaxşı? Gəlir, Bəli. bəli. Bəli, gəlir. Aha, yenidən deyirəm, yazın zəhmət olmasa. Yazın dedikdə dinləyin, qayda atacam yazarsınız. Baxın, destruktiv rəy vermə var, bir də var konstruktiv rəy vermə. Destruktiv rəy bərabərdir uşaq yönümlü, bərabərdir fasilitator, bərabərdir demokratik müəllim. Müəllim, destruktiv rəy uşaq yönümlü ola bilməz axı. Mənfi rəydir. Müəllim yönümlü Mənə olmalıdır. fikrim qarışdı, üzrlü sayın, fikrim qarışdı. Bayaq müəllim yönümlü Tamam. demişdi sən, sonra Bəli, fikrin bəli, çıxar. bəli, bəli, fikrim qarışdı. Baxın, yenə də vurğulayıram. Zəhmət olmasa hər kəs yazsın. Konstruktiv rəy dediyim kimi, baxın, konstruktiv rəy bərabərdir uşaq yönümlü, bərabərdir demokratik müəllim, bərabərdir fasilitator. Konstruktiv. Və konstruktiv nədir? Bayaq bir məsələ vurğuladım. İşte uşağa deyirik ki, ağac rəsmi çək, ya alma ağacı çək. Uşaq artıq ağacı çəkir, almaları bənövşəyi rəngdə rəngləyir. Mən burada uşağa deyirəm ki, çox səliqəli rəngləmisən, amma rəng seçiminə diqqət et. Səslər bağlı qalsın müəllimlər. Və deyirik ki, rəng seçiminə diqqət et. Artıq uşaq neynir? Uşağa deyirəm ki, səliqəli rəngləmisən. Uşaq həvəslənir. Birinci müsbəti deyirəm. Sonra deyirəm ki, bax, rəng seçiminə diqqət et. Yəni rəngi düzgün seçməmisən. Gəl baxaq görək, alma. Gəl xatırlayaq görək. Alma bənövşəyi rəngdəmi olur? Xatırlayır. Sarı da ola bilər, qırmızı da ola bilər. Artıq almanı bir növ xatırlayıb yada salıb bilir ki, növbəti mərhələdə artıq rəng seçiminə düzgün diqqət etməlidir. Bir növ konstruktiv boş-boşuna tərifləmir uşağı. Konstruktiv deyir ki, birinci müsbətini. Yəni sən bu işdə bunu düz eləmisən də, bir növ o deyirlər, bir səhvinə görə bütün düzünü də uşağın yox eləməməliyik ki biz. Bir dənə səhvi var, eybi yoxdur. Birinci bir düzünü deyir, bir həvəsləndir. Adi sizin bir işinizdə, birinci sizin hansısa bir işinizdə səhviniz ola bilər də. Gəlib sizə birbaşa səhvinizi desə, əlbəttə ki, pis olarsınız, amma düzünüzü deyib, yaxşı tərəfinizi deyib, sonra səhvinizi desə sizə təsir eləməyəcək o. Artıq səhvinizi aradan qaldırmağa çalışacaqsınız. Burada da eyni qaydadadır, eyni prinsipdir. Uşağa konstruktiv rəydə müsbəti deyirlər, sonra mənfini deyirlər. Destruktiv rəy isə birbaşa uşağa deyir ki, bu nədir sən eləmisən? Bu nədir? Belə çəkmək olur, belə şəkil olur. Bir bax görək də alma hansı rəngdə olur. Artıq bu nədir? Bu destruktivdir. Destruktiv mənfidir. Unutmayın. Konstruktiv bayaq səhvlik oldu, yəni o yadınızda qalmasın ha, dilim sürüşdü. Konstruktiv müsbətdir, destruktiv mənfidir. Destruktiv bərabərdir müəllim yönümlü yanaşma və bərabərdir dediyimiz kimi müəllim yönümlü təhsil. Yəni bir növ müəllim yönümlü də mənfidir. Mənfi olan destruktivdir. Müsbət olan konstruktivdir. Bir də var ego yönümlü rəy vermə. Ego yönümlü bilirsiniz nədir? Uşağı ancaq tərifləyirsən. Əlas, uşaqlar baxın, Emil hamıdan yaxşı elədi. O birincidir, çox gözəldir, möhtəşəmdir. Uşağın növbəti addımının nə olduğunu demirsən sən. Uşaqda da bir ego yaranır, bir özgüvən yaranır. Deyir, mən hamıdan yaxşı bilirəm, hamıdan yaxşı öyrənirəm. Uşaqlar arasında rəqabət olur. O da yaxşı deyil. Ən gözəli konstruktivdir. Konstruktiv, destruktiv, ego yönümlü. Konstruktiv dedikdə düzünü də müsbətini deyirsən, sonra mənfisini deyirsən. Destruktiv dedikdə bu suallar çox qarşınıza çıxıb, bəlkə də yaza bilməmsiniz. Destruktiv Müəllim, ego yönümlü rəy odur ki, uşağın qoltuğuna qarpız verirsən də, o belə başa düşmək olar. Yəni, Bir növdə sadə dillə başa düşülən dildən desək, elə bil elə tərifləmək. Yəni müəllimlər, vurğuladığım kimi destruktiv dedikdə mənfi, konstruktiv dedikdə müsbət, ego yönümlü dedikdə lazımlı, lazımsız təriflər vermək və uşaq da neynir? Onsuz da mən bunu bilirəm də, yəni öyrənməsəm də olar. Belə. Təşəkkür edirəm Şəhla müəllimə. Müəllimə, 2 dənə mövzu qaldı, əlavə onlardan sual vermədi. Bir də müəllimə deyin, bəli, onu demədim, izafa fikrim qarışdı. Siz vurğulayın mənə, ilk öncə məktəbə qədər təhsil müəssisəsinə hansı uşaqlar qəbul edilir? İlk növbədə şəhid ailələrinin, müharibə veteranlarının, yəni qazilərin, sonra az təminatlı ailələr, sonra birinci, ikinci qrup əlillərin uşaqları, anası oxuyan valideynlər, daha çox uşaqlar, sonra hərbi xidmətdə olan şəxslərin evladları, bir də qəyyumluqda olan uşaqlar götürülməlidir. Bir də deyin siz mənə, yaxşı, bəs ümumiyyətlə gün rejimi, qayda, norma kim tərəfindən həyata keçirilirdi? Müvafiq icra hakimiyyət orqanı tərəfindən. Aha, düzdür. Liberal müəllim kim idi?
Liberal müəllim, yəni laqeyd müəllim bir növü. Uşağa laqeyd yanaşan, vetsiz müəllim belə. Düzdür. Təşəkkür edirəm müəllimə. Səs Mən açsın təşəkkür edirəm. Hicran müəllimə. Bir də müəllimə, olar bir dənə sualım var mənim. Əlbəttə Bayaqki ki, buyurun. danışdınız, istəmədim sadəcə bölmək. Bu bayaq dediniz, kurikuluma nəzarət, onu həyata keçirilməsinə nəzarət eləmək müdir də həyata keçirir. İndi mən bilmək istirdim, bu iş əsasən müdirin işidir, yoxsa metodistin işidir? Müəllimə, artıq burada belə deyim, metodist olmayan müəssisələr var. Metodist olmayan müəssisələrdə müdirin öhdəliyindədir. Necə ki, tibb bacısı olmayan müəssisələrdə müəllimənin tərbiyəçinin öhdəliyində olur. Bir növ metodist olmayan hissələrdə artıq pedaqoji işə nəzarət aid olur müdirin öhdəliyində. Amma metodist olan müəssisələrdə tərbiyəçi bir növ müdir sadəcə idarə etməyə baxır. Ümumi O gedişata baxır. işlərə baxmır, amma Bəli, metodist bəli, yəni onun qarşısında pedaqoji hesabat işə bax- verir də. Bəli, metodik rəhbərliyi həyata keçirmir onda. Aha, bildim, çox sağ olun mənim. Təşəkkür edirəm. Sonra səsi açsın. Hə, Hicran müəllimə, siz də mənə deyin, hər hancı 2 sual əsaslı verim. Deyin görün mənə, dəyər nədir, dəyərləndirmə nədir? Dəyər müəllimə, dəyər odur ki, şəxsiyyəti şərtləndirən keyfiyyətdir, dəyər. Dəyərləndirmə isə odur ki, hər hansı bir uşağın haqqında məlumatın, məsəl üçün toplanmış məlumatın təhlilidir, nəticəsidir, onun çıxarılması prosesidir. Məsəl üçün biz bilirik ki, uşaqların hər hansı bir intellektual səviyyəsini qiymətləndirmə ilə dəyərləndiririk, həmin qiymətləndiririk uşaqların hansı ki, qiymətləndirmədə uşaqların əqli fiziki inkişafının qiymətləndirməsidir, uşaqların təhsil nailiyyətlərinin haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi təhsildə qiymətləndirmə adlanır. Ancaq bütün bunlar haqqında təhlili, toplanmış məlumatları təhlil edib, onun nəticə çıxarılması dəyərləndirmə adlanır müəllimə. Düzdür. Yaxşı müəllimə, bəs kurikulum nədir? Kurikulum özündə nələr əks etdirir? Kurikulum biz bilirik ki, təlim nəticələridir, inkişaf sahələri üzrə məzmun standartlarının, onların pedaqoji prosesinin təşkilidir, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. O artıq əzbərləmişik bunların hamısını. Düzdür. Yaxşı, bir də deyin görün mənə, ümumiyyətlə məktəbəqədər təhsildə differensiallaşma nədir, fərdiləşmə nədir? Məktəbəqədər təhsildə differensiallaşma odur ki, hər bir uşağa, tərifini deyim, təhsil prosesində uşaqların fərdi xüsusiyyətləridir, onların maraq və tələbatlarıdır, fiziki və əqli inkişaf səviyyələrini nəzərə alınmaqla təşkilin təmin edilməsidir, təşkil olunmasıdır da, nəzərə alaraq təlimin təşkili. Ancaq fərdiləşmə ondan ibarətdir ki, hər bir uşağa fərdi olaraq yanaşmadır. Məsəl üçün, diferensial təlimdə qrupda deyək ki, uşağın meyil marağıdır, uşağın tələbatıdır, uşağın fiziki və əqli inkişaf səviyyəsi nəzərə alınır. Fərdiləşmədə fərdi yanaşma deməkdir. Bir də mənə deyin görüm siz, qanun nümayəndə dedikdə kimlər nəzərdə tutulurdu? Qanun nümayəndə uşaqların hüquqlarını, onların mənafelərini təmsil edən valideynləridir, aydın məsələdir, qəyyumlarıdır, bir də evladlığa götürənlərdir. Yaxşı, bir də deyin görüm siz mənə. Yəni ki, müəllimə, birinci dərəcəli yaxınlar sayılır da onlar. Düzdür. Siz mənə bir də qeyd eləyin zəhmət olmasa, fasilitator ilə fasilitatorun əsaslı fərqləri. Fasilitasiya o da ondan ibarətdir ki, hər hansı bir təlim prosesində prosesin fəallaşmasıdır, səmərəli yönətmə prosesidir. Ən çox da ki, fasilitasiya ondan ibarətdir ki, qrupda diskusiyanın təşkili, qarşılıqlı ünsiyyətin, qarşılıqlı fəaliyyətin səmərəli şəkildə keçirilməsidir. Fasilitator isə uşağın hansısa biliklərin əldə edilməsində uşağa bələdçi rolunu həyata keçirən şəxsdir. Əla, təşəkkür edirəm müəllimə. Çox sağ olun müəllimə. Bir də deyim müəllimə, bir də liberal ilə demokratiki. Məsələn, liberal nədir, demokratik nədir? Onu öz fikrinizlə, situasiyanızla deyin.
Öz fikrimdə deyim də müəllimə. Liberal müəllim həm də bu liberal üslub kimi nəzərə alınır. Bu səviyyədə, bu mərhələdə olan müəllim heç özünə əziyyət vermir. Bu səviyyədə olanda, bu mərhələdə olanda uşaq da tənbəl olur, uşaq da elə deyir ki, elə müəllim nə deyib bəsindir. O 50-nin 50-yə deyək. Burada uşaq da passiv olur, müəllim də valideyn olur. Yəni ki, 50-nin 50-yə. Uşaq özündə tənbəllik hiss edir, uşaq özünə əziyyət vermir, müəllim özünə əziyyət vermir. Bir növ tənbəl müəllim-uşaq səviyyəsidir, yanaşmasıdır. Ancaq demokratik müəllim dedikdə isə burada interaktiv təlim nəzərdə tutulur. Burada demokratik üslub müəllimlə demokratik üslub eyni şeydir, eyni nəzərə alıram. Burada qarşılıqlı təlimin müəllim-uşaq arasında qarşılıqlı təlimin aktiv